Alfa və beta uyğun tərəfləri paralel olan eyni növlü bucaqlardır. Bu bucaqlardan birini 20% azaldıb, digərini 60% artırsaq, yenə uyğun tərəfləri paralel olan bucaqlar alınır. Alfa üstəgəl betanı tapın. Əgər alfa və beta uyğun tərəfləri paralel eyni növlü bucaqlardırsa, onda biz deyə bilərik ki, bu bucaqlar bir-birinə bərabərdir. Yəni, alfa bərabərdir betaya. Və hər ikisini fərz edək ki, bir x dərəcəyə bərabərdir. Bu bucaqlardan birini 20% azaltdıq. Bucaqlardan biri, yəni alfa. Alfanı 20% azaltmışıqsa, olacaq 0,8 alfa, yəni 0,8 x və betanı 60% artırsaq, olacaq 160%, o da 1,6 x. Yenə də alınan bucaqlar uyğun tərəfləri paralel bucaqlardır. Ancaq biz görürük ki, 0,8x ilə 1,6x fərqli bucaqlardır. Və bilirik ki, uyğun tərəfləri paralel bucaqlar üçün iki mümkün hal var. Ya eyni növlüdülər, bərabərdirlər, ya da müxtəlif növlüdülər, cəmləri 180 dərəcədir. Bu bucaqlar müxtəlif növlü alındığı üçün biz onların cəmini 180 dərəcəyə bərabər götürəcək. 0,8x üstəgəl 1,6x bərabər 180 yazırıq. 2,4x bərabərdir 180. Buradan x-i tapmaq üçün 1800-ü bölmək lazımdır 24-ə. Demək, 24 ilə 1800 ixtisar aparmaq olar 12-yə. 2 burada qalacaqdır. Digərində 150. 150-ni də 2-yə böləndə x alırıq 75 dərəcə. Əvvəlcədən alfa, beta demək, hər ikisi x dərəcəyə işarə olunmuşdur. Deməli, tapdığımız x ədədi həm alfanın, həm də betanın qiymətidir. Bizə onların cəmi lazımdır. Yəni, yazırıq 75 üstəgəl 75. Cavabımız olacaqdır 150 dərəcə. Y variantı.